tarixdə həmişə qadınlar yığıcılıq və ovçuluqla məşğul olurlar. Yəni qadınlar xırdaçılığı daha sevirlər. Yəni bir işin dərinə getməyi, onun xırdalığına qədər öhdəsindən gəlməyi daha bacarırlar. Yəni bu mina sahəsi də həm məsuliyyətli, həm ağır, həm də xırdaçılıq tələb edən bir iş olduğu üçün və mən bu işdə bu işin öhdəsindən gələ biləcəyim üçün, həm də bu sahəni sevdiyim üçün, yəni sırf qadın tərzi deyil də maskulin tərzi işləri sevdiyim üçün bu sahəyə yönəldim. Mən Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər, Regionşünaslıq və Jurnalistika fakültəsinin jurnalistika ixtisası məzunuyam. Daha əvvəl belə deyim də, orta məktəb illərində və universitet illərində idmanın voleybol, stolüstü tennis və badminton və sair kimi növləri ilə məşğul olmuşam. Hətta məktəblər arası, universitetlər arası voleybol yarışlarında iştirak eləmişəm. Belə də həm aktiv həyatım olub. Yəni həm bu işə eyni zamanda mən elə bir iş axtarırdım ki, həm fiziki, həm də əqli cəhətdən bir-birini bərabərləşdirən bir iş olsun. Yəni mən belə hesab edirəm ki, mina işi də həm fiziki, həm də əqli sarıdan birləşmiş bir işdir. Yəni hər ikisinin ortaq xüsusiyyətlərini özündə daşıyır. Belə deyim, yəni mən elə bir insanam ki, yəni hədəfim olmadan, yəni insan hədəf olmadıqca artıq o özünü itirir. Yəni bir hədəf olmalıdır. İşimiz təkcə bizim iqtisadi cəhətdən özümüzü təyin etmək üçün deyil, eyni zamanda bizim işimiz bizim xarakterimizin və mənliyimizin ortaya qoyduğu bir sonluq olmalıdır. Yəni artıq mən elə bir insanım ki, belə deyim özümdən, yəni xarakterim mənim artıq işimi müəyyən edir. Yəni hər işdə də işləyə bilmirəm. Yəni yalnız belə işləri sevdiyim üçün bura müraciət eləmişəm. Və bu mənim üçün çox ağır bir məsuliyyətdir. Çünki bu mənim eyni zamanda ilk işimdir. Bundan əvvəl heç bir işdə işləməmişəm. Belə deyim, sosial psixologiyada belə bir şey var ki, məsələn, insan o zaman qorxur ki, o qarşısındakının nə olduğunu bilmir. Amma bizdə isə mina ilə axtarış qaydaların, onu müəyyən etmə qaydaların artıq başa saldıqları üçün biz o təlimlərdən kifayət qədər yəni hər şeyi öyrənmişik. Ona görə də yəni mina ilə davranış qaydalarını öyrənəndən sonra xeyr, biz heç bir təhlükədən qorxmuruq. 2023-cü ilin iyun ayında bizdə məşqlər başladı və biz də həmin qatıldıq və çox ağır aylar idi, çünki çox isti idi. Amma ki, yəni getdikcə yəni işin öhdəsindən gəlirdik. Yəni həvəslənə həm təlimləri keçirdik, həm də təlimlərdən sonra məsələn evə gəlirdik, bizi orada PDF-lər halında dərslər atılırdı və biz onları oxuyurduq. Ən əvvəl ailəmdən danışım. Mən evin bir uşağı olduğu üçün əvvəl ailəm razı deyildi, amma sonda yəni tək uşaq olduğum üçün həmişə istədiyimi eləmişəm. Yəni buna görə də ailəm sonda razı oldu belə bir işə. İndi onlar məndən fəxr eləyirlər, amma zamanı gələndə mən özümdən fəxr eləyəcəm. Bilirsiniz niyə? Çünki mən artıq mənbəyəm. Yəni vaxt olacaq mən jurnalist olduğum üçün bizə dərsliklərdə həmişə başqalarına müsahibə almaq öyrədilirdi. İndi isə həmin mikrofon mənim qarşımdadır, məndən müsahibə alırlar. Yəni mən belə deyim, yəni bu işi qəhrəmanlıqları barədə danışırdım. Məsələn, bizi qovuşana apardılar. Mən orada dağa qalxdım, yəni hündür bir əraziyə qalxdım. Oradan üstdən aşağı baxanda, yəni işimizin hansı formada, məsuliyyətin, ağırlığın dərk elədim və bütün bunlar haqqında ailəmə, ətrafıma, yəni işin məsuliyyəti, xırdalıqları barədə məlumat verdim, yəni. Əlbəttə onlar məni çox, yəni necə ifadə edeyim bilmirəm. Qadınlar əlbəttə onlar qədər cəhd deyil, amma onlardan daha
həssas, daha işinin öhdəsindən gələ biləcəkdilər.